Baxın, sizin də saçlarınızda bu cür tökülmələr olurmu? Saçınızda kiçik dairə şəklində dazlıq yaranıbmı? Bu vəziyyət tibbdə alopesiya adlanan həm kişilərdə, həm də ki qadınlarda rast gəlinən bir saç tökülməsi xəstəliyidir. Əslində isə problem müxtəlif səbəblərdən qaynaqlanır. Saçların strukturunun pozulması, zəifləməsi və tökülməsi nəticəsində baş verir. Kişilərdə isə bəzən nəinki saç, hətta saqqal hissədə bu cür kiçik dazlıqlar yaranır. Bu cür saç tökülmələrin qarşısını almaq istəyirsinizsə, sizə öncəki videolarımda da tövsiyə elədiyim, istifadəçilərim tərəfindən çox müsbət şərhlər aldığım bir məhsul haqqında danışacağam. Bu Crapesya markasına aid olan şampun, serum və qida əlavəsidir. Məhsul bu cür üçlü şəklində satılır və tərkibi tam olaraq təbiidir. Məsələn, tərkibində saç tökülməsinə qarşı olan rozmarin, jenşen kökü, biyan kökü, kamfra yağı, evkalipt və mentol kimi maddələr var. Bu maddələr ümumi saç tökülməsini dayandırmaqla yanaşı, bayaq qeyd elədiyim ocaqlı dazlıq problemində tökülmüş saç köklərini qıcıqlandıraraq yenidən tüklərin çıxmasına səbəb olur. Məhsulun içərisində olan qida əlavəsi isə saç tökülməsi problemini daxildən müalicə edir. Özəlliklə androgenetik saç tökülməsi probleminiz varsa, bu problemi təbii yolla həll edir. Məhsulun istifadəsi isə belədir. Əvvəlcə tökülmüş hissəni məhsulun içərisindən çıxan bu cür dermarol ilə masaj edirsiniz. Daha sonra serum vurub yenidən masaj edir, şampunla yuyursunuz. Məhsulla bağlı suallarınız yaranarsa, videonun üzərində qeyd elədiyim nömrəyə zəng eləyə yaxud da ki yaza bilərsiniz.